Həzrət Mövla Nəhcül Bəlağənin 456-cı hikmətli sözündə çox gözəl buyurur. Buyurur ki, azad bir insan var ki, bu artıq tikəni əhlinə buraxsın. Çox gözəl bənzətmədir. Görsən, artıq qalmış bir tikələ yeməyin qalığı olur, bir tikənin qalmış hissələri olur. Həzrət dünyanı bənzədir artıq tikiyə, qalıq tikiyə. Buyurur ki, azad bir adam var ki, bu artıq qalmış tikəni əhlinə buraxsın. Çünki sizin qiymətiniz ancaq cənnətdir. Özünüzü cənnətdən başqa heç nəyə satmıyorsunuz. Çox gözəl buyurur. Mövla buyurur ki, ayıq olunuz. Sizin qiymətiniz cənnətdir. Bu dünyaya niyə özünüzü satırsınız? Dünyanın müvəqqəti puluna, məqamına, şöhrətinə ayıq olunuz. Özünüzü cənnətdən başqa heç nəyə satmıyorsunuz, dəyişmiyorsunuz. Həzrət buyurur ki, dünyaya bağlanmamaq, dünyanın tərki insanı azad eləyər. Çünki buyurur ki, azad bir kişi, azad bir adam var ki, bu qalmış artıq tikəni əhlinə buraxsın. Dünya, yəni çoxları dünyadan istifadə eləyib, çox qocadır. Çoxlarla izdivac eləyibdi, vəfasızlıq eləyib bu dünya. Çoxları istəyib bunu yesin, çoxlarının artıq tikəsidir bu. Çoxlarının qabağından qalan tikədir bu. Buraxın əhlinə, sizi cənnət gözləyir, sizin qiymətiniz, dəyəriniz cənnətdir, özünüzü cənnətdən ucuz bir şeyə satmıyorsunuz.